Bağışlayan və mehriban Allahın adıyla, dəyərli xalqımız, əziz müsəlman, bacı və qardaşlarımız, hər vaxtınız xeyir olsun. Bəli, mübarək Ramazan ayı və əzəmətli Qədir gecələri. Allah təbarək və Teala bu gecənin bərəkətindən, bu gecənin rəhmətindən, məğfirətindən sizləri, xalqımızı və bizləri binəsib eləməsin. Artıq neçə gecələrdir ki, mən buna əminəm ki, bizi izləyənlər hər gecə böyük yaradanın huzurunda dua edirlər. Allah Teala o dualarınızı qəbul etsin inşallah. Allah Teala oxunan Qur'anları öz dərgahında qəbul etsin. Bu gecə Qədir gecəsidir. Bu gecə Qur'anlar ələ götürürlər. Qur'anlar başa qoyular. Allahdan rəhmət diləyərik, bağışlanmaq diləyərik. Odur ki, elə bu bağışlanmaqla bağlı olaraq bugünkü mövzumuz elə bunun üzərində qurulub və hər axşam olduğu kimi bugün də bizim TV-nin, yəni İrs Media bir ay, bir ömür adlı verilişimizin çox dəyərli qonaqları var. Mən böyük məhəbbətlə istəyərdim qonaqlarımı sizə təqdim edəm. Azərbaycanımızın çox tanınmış simaları, yəni bizim Bakımızın Şah Hüseyn məscidinin imamı, axundi, dəyərli ilahiyyətçimiz, sevgilimiz Hacı Mir Heydər ağa. Hacı, xoş gəlmişsiniz. Xoş gördük Hacı. Allah Teala cəmi dualarınızı qəbul etsin və bizim dəvətimizi qəbul etdiyiniz üçün sizə özlərinin təşəkkürümü bildirirəm inşallah. Mənim daha bir əziz qonağım Azərbaycanımızın sevimlisi, öz səsi ilə, sözü ilə, nohələri ilə, mədhləri ilə, ilahi nəğmələri ilə xalqın xidmətində dayanan, doğrudan da sözün əsli mənasında mən bu kəsi çox sevə-sevə dinləyirəm. O da Azərbaycanımızın məddahı, tanınmış məddahı, ustad məddahı Hacı Teymur Şirvanlıdır. Hacı, xoş gəlmişsiniz. Çox sağ olun Hacıcan, təşəkkür edirəm dəvətə görə. Allah köməyiniz olsun. Oruc namazınız qəbul olsun. Hacı, sizə də öz minnətdarlığımı bildirirəm ki, bu gecələrdə dəvətimizi qəbul eləmişsiniz, bizə vaxt ayırmışsınız. Hacı Mir Heydər ağa, Allah sizə can sağlığı versin. Bax, Qədir gecələridir. İstəyərdim bu Qədir gecələrinin mahiyyətindən danışaq. Ya Allah. İlk öncə mən də öz adımdan dəyərli izləyicilərimizi salamlayıram və Allahdan bu gecə elədikləri duaların qəbul olunmasını diləyirəm. Ümumən Qədir gecəsi elə bir gecədir ki, Allah Subhanahu və Teala Qur'an-ı Kərimdə bu gecənin mahiyyəti barəsində həm insanları düşündürən bir formada danışıb, həm də insanların düşüncəsini dəyişdirmək üzərində bir sözlər nazil eləyib. Ramazan ayı ümumiyyətlə rəhmət ayıdır, bərəkət ayıdır, məğfirət ayıdır və bu ayın gecələri və gündüzləri digər ayların gecələrindən və gündüzlərindən fərqlidir. İnsan düşünə bilər ki, Allah Ramazan ayının içərisində bir gecə qərar verib və bu gecə fəziləti ilə digər gecələrindən nəyinə görə fərqlənə bilər? Cavabını Allah yenə Qur'an-ı Kərimdə özü insanlığa bildirir və cavabını verir. Qədir surəsinə nəzər salanda görürük ki, Allah Qur'an-ı Kərimdə Qur'an-ı Kərimin nazil olması barəsində bu cür nə buyurur ki, İnnə ənzəlnəhu fi leylətil qadr. Biz həqiqətən də Qur'an-ı Kərimi Qədir gecəsində nazil elədik. Və daha sonra Allah sual verir. Buyurur ki, ola bilər ki, bəndə düşünsün ki, bu gecə hələ dünənki gecədən heç bir fərqi yox idi və yaxud üzümüzə gələn gecələrdən neyi ilə fərqlənir? Allah bu gecənin əhəmiyyətini insanlığa bildirməkdən ötəri həm sual verir insanlığa, həm də cavabını özü verir. Və mə ədrakə mə leylətül qədr. Siz bilirsiniz ki, Qədir gecəsi nədir? Leylətül qədr xeyrun min əlfi şəhr. Bu elə bir gecədir ki, insanın keçirdiyi bütün gecələrdən fərqlidir. Bu gecə 1000 aydan daha xeyirlidir. Yəni, insana bildirmək istəyir ki, bu gecə insanın ömründə baş verən bütün gecələrdən fərqlənir. Elə bir gecədir ki, bu gecə mələikə və ruh yerə nazil olur. Həm də Qədir gecəsinin mahiyyəti bizi onu göstərir ki, Qədir gecəsi
bizə Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin bizim aramızda qoyduğu iki böyük əmanətə sahib çıxmağımıza və Allaha verdiyimiz əhdlərə nə qədər vəfalı olmağımızı öyrədir. İmam Sadiq əleyhissalamdan soruşurlar ki, Peyğəmbər zamanında mələikə və ruh Peyğəmbərə nazil olurdu. Amma indi kimə nazil olur? Çünki tənəzzəlül mələikətü və ruh. Bu gecə mələikə və ruh yerə enərlər. Yerə nazil olarlar. İndi kimə nazil olur? İmam Sadiq əleyhissalam buyurur ki, Qədr gecəsində onlar bizə nazil olurlar və insanların bütün müqəddəratını bizə təqdim edirlər. Qədr gecəsi həqiqətdə bizim intizarını çəkdiyimiz imamın vücudunun bizim aramızda olmasının ən böyük dəlillərindən biridir. Ki, hal-hazırda imam gözlərdən qeyibdir. Amma Qədr surəsi bizə onu gəlir ki, bu gecə mələikə ki və ruh ki nazil olacaq, o zamanın hüccətinin yanına gələcək və insanların bütün müqəddəratını ona təqdim eləyəcək. Bu gecə Allah insanlığa bir fürsət verib ki, öz müqəddəratını, gələcək işlərində olan bütün uğurları, həyatının dəyişdirilməsini, özü Rəbbinə dua eləməklə, ibadət eləməklə dəyişdirsin. Ona gələn bəlaları özündən dəf eləsin. Biz İmam Əli əleyhissalamın Kumeylə öyrətdiyi Xızr əleyhissalamın duasında görürük ki, orada bir neçə cümlə keçir. İlahi, bizim o günahlarımızı bağışla ki, onlar bizim dualarımızı həbs eləyir, qəbul olunmasına mane olur. Bu gecə həqiqətən də istiğfar gecəsidir. Allah bu gecə bəndəsindən sadəcə olaraq istiğfar və səmimiyyət istəyir. Bu gecə Allah bütün mələikəni insanlığın xidmətində qərar verib. Mən elə bu sualı sizə verəcəydim ki, Hacı, ən üstün nədir bu gecə? Üstün olan nədir ki, o dediyici bağışlanmaq, mən bir hədis-i qudsi ilə cavab vermək istəyirəm ki, hədis-i qudsi də bu cür nə gəlib? Musa əleyhissalamın dilindən ki, Allah subhanahu və taaladan istəyir ki, ilahi, mən istəyirəm sənin razılığını əldə edeyim, sənə yaxın olum, sənin cənnətvə yetişim və istəyirəm məni bağışlayasan. Və Allah subhanahu və taala ona cavab verir ki, əgər mənim yaxın olmaq istəyirsənsə, Qədr gecəsində oyaq qal. Bu gecənin əməllərindən biri əhya saxlamaqdır. İnsan həm özü oyaq qalması, həm də qəlbini oyaq saxlaması, bütün çirkinliklərdən, günahlardan arındırması, tövbə eləməsi bu gecənin ən əhəmiyyətli əməllərindən biridir. Və daha sonra Musa əleyhissalam Allah subhanahu və taaladan istəyir ki, ilahi, mən istəyirəm sənə yaxın olum, sənin rəhmətini əldə eləyim. Və Allah subhanahu və taala cavab verir ki, bu gecə kim miskinlərə güzəşt eləyərsə, miskinlərə baş çəkərsə, Allah subhanahu və taala öz rəhmətini o şəxslərə nazil eləyər. Daha sonra Musa əleyhissalam Allah subhanahu və taaladan bu cür nə soruşur ki, ilahi, mən istəyirəm ki, Sirat körpüsündən keçmək mənim üçün asan olsun. Və Allah subhanahu və taala cavab verir ki, kim əgər Qədr gecəsində sədəqə verərsə, Sirat körpüsündən keçmək onun üçün asan olar. Dediklərimin hamısı Qədr gecəsinin əməlləri ilə bağlıdır. Və ardıcan Musa əleyhissalam Allah subhanahu və taaladan soruşur ki, ilahi, mən istəyirəm mənə cənnətdə çoxlu nemətlər verəsən. Mənim cənnətdə çoxlu ağaclarım olsun. Və Allah subhanahu və taala cavab verir ki, kim əgər Qədr gecəsində çoxlu zikr edərsə, Allah subhanahu və taala onun üçün cənnətdə xüsusi nemətlər və çoxlu ağaclar qərar verər. Haşiyə çıxaraq bir söz demək istəyirəm ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm bir gün əshabının arasında oturmuşdu və bu sözü dedi ki, kim əgər Subhanallahi vəlhamdülillah və la ilahə illallah və allahu əkbər, yəni təsbihat-ı ərbə zikrini desə, Allah onun üçün cənnətdə bir ağac əkər. Və səhabələrdən bir neçəsi şad halda Peyğəmbərə bu cür nə buyurdular ki, ya Rasulallah, gör bizim nə qədər cənnətdə ağaclarımız var. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm cavab verir ki, çalışın o ağacları yandırmayasınız. İnsan günah elədikcən, xüsusilə günah eləyəndən sonra tövbə eləməsə, o ağacları yandırmış kimi olar.
Amma bu gecə fürsətdir ki, insan bu gecəni zikirlə keçirməklə özü üçün cənnətdə saysız və Allahın bu bizi üçün ayırdığı xüsusi bu qonaqlıq ayında gözəl nemətlərə getsin, yetişsin. Xüsusən bu gecənin namazını qeyd eləmək istəyirəm ki, hədislərimizdə gəlib ki, kim əgər bu gecə iki rükət namaz qılarsa və Fatihədən sonra 7 dəfə İxlas, hər rükətdə 7 dəfə İxlas surəsi oxuyub namazı bitirəndən sonra səcdəyə gedib Əstəğfirullahə və ətubu ileyh zikrini deyərsə. Hədislərimizdə bu cürünə gəlib ki, səcdədən qalxmamış Allah onun özünün və ata-anasının günahlarını bağışlayar. İnsan 2 rükət namaz qılır, həm öz günahlarını bağışlatdırmış olur, həm də ata-anasının günahlarının bağışlanmağına səbəb olur. Və bu da Allahın razı qaldığı bəndələrin nişanələrindəndir ki, onlar həm özləri üçün, həm də ata-analarına yaxşılıq etmiş hesab olunurlar. Hacı Allah razı olsun, Allah ömür versin. Hacı bax bu gecənin o ümumi cəm şəkildə bir əməli var ki, bu illərdir, əsrlərdir ki, belə deyil ki, biz Qur'an qoyarıq başımıza və Əhl-i Beyt əleyhissalamı Allaha and verərik və Əhl-i Beyt əleyhissalamı dilə gətirərik. Bu barədə bir neçə kəlmə xahiş edirəm. Mən bu barədə qısa istəyirəm. Hələ Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin mübarək kəlamı ilə cavab verim ki, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm ümmətinin arasında 2 böyük ağır əmanət qoyub gedib. Bu gecə o əmanətin birinin nazil olduğu gecədir. Və bu gecə mələikə həmin o Qur'an-ı Kərim ki, kimlərə nazil olub Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmə və o Qur'anın ki, mühafizkarları Peyğəmbərin əhl-i beytidir, məsum imamlardır. Bu 2 dənə əmanətlə Allah subhanahu və teala'nın üz tutmaq elə Qur'anın sünnəsidir. Baxın, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm Nəcran xristiyanları ilə mübahiləyə gedərkən Allah ayə nazil edir ki, özün və özün kimisi. Qızlarvı, oğlanlarvı, ənfusana və ənfusakum. Özün kimisini apar. Qızlarvı apar, oğlanlarvı apar. Və Peyğəmbər İmam Əli əleyhissalamı, xanım Zəhranı, İmam Həsəni və İmam Hüseyn əleyhissalamı Nəcran xristiyanları ilə mübahiləyə apardı və bizə öyrətdi ki, insan əgər dua eləmək istəyirsə, Allahın huzuruna, Allahın qiymətli hesab elədiyi bəndələrlə getməlidir ki, Allah onlardan dönə bilməsin. Allah onların adının bərəkətinə biz bəndələrin dualarını qəbul eləsin və bizə rəhm eləsin. Çünki həqiqətən də Allah subhanahu və teala Peyğəmbər və onun əhl-i beytinə o qədər qiymət verir ki, o qədər dəyər verir ki, hədislərimizdə bu cürünə gəlib ki, kim əgər Peyğəmbər və onun əhl-i beytini sevərsə, onun imanı kamil olar. İnşallah. Və imanın kamilliyi Peyğəmbər və onun əhl-i beytini sevməkdir və onların adını diri tutub yaşatmaqdır. Çünki Allah Qur'an-ı Kərimdə başqa bir yerdə ayədə bizə öyrədir ki, Allaha vəsilə ilə yaxınlaşın. Ən gözəl vəsilə Peyğəmbər və onun əhl-i beytidir. Və ən gözəl vəsilə Qur'an-ı Kərimdir ki, hidayət mənbəyidir. Və biz bu 2 hidayət mənbəyi ilə Qur'an-ı Kərim və Peyğəmbər və onun əhl-i beyti ilə Allah subhanahu və teala'nın huzurunda dua edirik ki, Allah bizim bu nöqsanlı ibadətlərimizi, bizim günahlar içərisində olan, həbs olunmuş dualarımızı bizlərdən qəbul eləsin və bizi bağışlasın. Amin. Amin ya Rabbi. Hacı çox sağ olun Hacı. Allah razı olsun. Allah Muhammed və Ali Muhammed hörmətinə doğrudan bu axşam olunan duaları və bura qədər olunan duaları, tutulan oruçları Allah öz dərgahında qəbul etsin. Mən çox söz istəyirəm ruhani və ya ilahiyyatçı məhsəlində borcumuz sadəcə sözsüz yadıma saldı ki, biri gəlir İmam Sadiq əleyhissalamın xidmətinə deyir, ağa mən nə edirəmsə duam qəbul olmur. Ağa baxır, bir təbəssüm edir, deyir, duanın əvvəl və sonunda biz əhl-i beyti unutmayın. Odur ki, duanın əvvəlində də Ali Muhammed və duanın sonunda da gəl Ali Muhammed olarsa, ümid edirəm ki, Allah bu duanı rədd etməz inşallah. Bu gecə dua gecəsidir, bu gecə mərhəmət gecəsidir, bu gecə rəhmət gecəsidir, bu gecə məğfirət gecəsidir, bu gecə əhv olunan gecədir. Odur ki, bu gecənin feyzindən uzaq düşməyək inşallah. Hər bir kəsin öz bərəkəti var.
Elə mən verilişimizin bu anında üzümü dəyərli qardaşım Hacı Teymurad Turan, Hacının o gözəl münacatlarından mı deyim, belə deyək də onun sədasından, səsindən nə süzülərsə bu özü bir dənə bərəkətdir. Ya Allah, Hacı Teymur. Təşəkkür edirəm. Bir daha dəvət üçün minnətdaram. Bizi də bu xidmətə layiq bilmişsiniz. Allah hamımızdan qəbul eləsin inşallah. Və bizi izləyən izləyicilərdən də dua istəyirəm inşallah bizləri bu mələkuti dəqiqələrdə, dualarda yaddan çıxartmasınlar inşallah. Bismillahirrahmanirrahim. Ya Rahmanu Ya Rahim. Rabbus Sema Ya Allah, Babur Reca Ya Allah, Eynül Ata Ya Allah, Nefsi fida Ya Allah, Ya Allah, Ya Allah, Ya Allah, Ya Allah. Sen Halik-i dünyasan, her derde çün devasan. Men günahım, men günahide gərgəm. Sen satir el-xafazan. Ya Allah, Ya Allah, Ya Allah, Ya Allah. Sen lütfettin bilmedim, kerdi günah silmedim. Sen lütfettin bilmedim, kerdi günah silmedim. Sen bab-ı rahmet açdın, mən binəva bilmədim, mən binəva gəlmədim. Dərdim dəvası sənsən, ruhum səfası sənsən mənim Allahım. Ey Sami'ul Addiya, kalbim güvası sensin. Ya Allah, Ya Allah, Ya Allah, Ya Allah. Ey adı Gehhar o Kadir, bak perişan ben duayan, gemleri derya misali,
açıqdır bab ihsan o kərəm, Zade-i Zehra'ya xatir, eyle ihsan bendeyim. Bar ilaha gör necə yanmış ürəyi nar-ı qəmə. İlahi bu gecə günahlardan yorulup gelmişəm. Gecenin bu vaxtında bütün kapılar belki de bağlıdır, ama senin kapın açıqdır. Bar ilaha gör necə yanmış ürəyi nar-ı qəmə. Rəhm elə bu dəhrdən, ey Zat-ı Rəhman, ben dövəm. Mah-ı Kur'an o ibadet, mah-ı gufran-ı bəşər. Adını qoş, adını qoş bu həqirin ruzidaran ben dövəm. Ey mehriban Allah, ya Allah, ya Allah, ya Allah, ya Maşallah, maşallah Hacı Teymur, çox sağ ol dəyərlim. Allah səni var eləsin. Allah səsvə, ömrüvə, imanıva bərəkət versin. Nə yaxşı Azərbaycanımızın belə məddahları var. Həqiqi mənada, sözün əsli mənasında doğrudan da böyük bir mənəvi bir qida aldıq. Həm Hacının danışığından, həm dəyərli Hacı Teymurun gözəl sözlərindən və gözəl nəfəsindən. Muhterem Hacı, Allah razı olsun. Əziz Seyyidimizin o gözəl moizəsindən, xütbələrindən elə biz də inşallah ilhamlandıq. Allah var eləsin. Allah hər ikinizi qorusun. Allah Teala Azərbaycanda nə qədər xidmət edən, ümumən dünyada nə qədər Əli və övladı Əli əleyhissalamın məktəbini bizlərə yaşadıb, sevdirən ruhanilərimiz və ya məddahlarımız varsa, Allah onların ömrünə bərəkət versin. İrs Media bir ay, bir ömür adlı verilişimizlə yenə də evlərinizin qonağı verilişimiz davam edir. Bu gecə elə bir gecədir ki, deyir, əliyinin özündən soruş. Özünü tapmasan, sözündən soruş. Əli bir bulaqdır, çağlayar, daşar, bulağın, saflığın gözündən soruş. Ondakı dünyada Əli var idi, Əli yer üzündə yədullah idi. Bu nə mərtəbədir, bu nə zirvədir, qədəmi dəyən yer, qədəmgah edir. Əli ölməyibdi. Əli ölməyibdi, Əli zindədir. Əlini sevənlər sadiq bəndədir. Seyyidə o dini təlim eylə ki, Əlisi, Mövlası həmən dindədir. Bu gecə Əlinin gecəsidir. Ağa, bu gecə ağamızın şəhadət gecələridir. Bax, belə bir sual verim. Ağa, bu gecə Əlinin evində nələr baş verdi? Bu barədə danışaq. İlk öncə Hacı Mehdi, mən elə öz adımdan sənin özü və Hacı Teymura təşəkkür edirəm ki, İmam Əli əleyhissalamın və Əhl-i Beyt əleyhissalamın adını o gözəl səsvözlə yaşadırsınız. Borcumuzdur. Elə Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin sözü ilə deyim ki, İmam Əli əleyhissalamı zikr eləmək, yad eləmək özü ibadətdir. Subhanallah. Və bu gecə İmam Əli əleyhissalamın evinə nəzər salanda hər bir şiənin, hər bir Əhl-i Beyt aşiqinin ümidləri o qapının arxasında idi ki, Mövlanın, İmam Əli əleyhissalamın salamat olması xəbərini eşitsin. Xüsusilə o Küfənin yetimləri. Bilirsiniz, İmam Əli əleyhissalam tarixin ən məzlum şəxsidir.
elə bir şəxsiyyətdir ki, dostları qorxularından o həzrətin fəzilətlərini açıq-aşkar danışa bilməyiblər. Və Əhl-i Beytin düşmənləri də düşmənçilik səbəbindən o həzrəti fəzilətlərini iqrar eləməyiblər, daim inkar eləyiblər. Amma baxanda görürük, İmam Əli əleyhissalam ömrünün son anlarında o qədər tənha idi. Hələ Mədinədə olarkən tənha idi. O quyular ki qazırdı, gedirdi, dərdini o quyulara danışırdı, ağlayırdı. Amma İmam Əli əleyhissalamın ömrünün son günlərində Kufə minbərində dediyi bir söz var. Qalxdı Kufə minbərində dedi, bu cür nə buyurdu İmam Əli əleyhissalam ki, siz məndən bezmisiniz. Kufəlilərə zülm tutdu. Mən də sizdən bezmişəm. Siz məndən doymusunuz. Mən də sizdən doymuşam. Siz Allahın dini üçün hərəkət eləmək istəmirsiniz. Süstlik eləyirsiniz. Və o insanlar ki, üzdə İmam Əli əleyhissalamın sevdiklərini deyirdilər, onlardan biri İbn Mülcəm idi. Allah lənət eləsin. İbn Mülcəm harda görürdü İmam Əli əleyhissalamı? Elə bu kəlməni deyirdi ki, mən bilirsən səni nə qədər sevirəm. Amma imam ona bu cür nə cavab verirdi ki, mən məni sevənləri tanıyıram. Adlarını da bilirəm. Atalarının da adını bilirəm. Analarının da adını bilirəm. Yəni sən məni aldada bilməzsən. Birbaş üzünə deyirdi. Sən məni sevmirsən. O ki, Ramazan ayında, Qədir gecəsində, Kufə məscidində, mehrabında, səcdədə İmam Əli əleyhissalamın başına bir zərbət vurdu. Elə sözə istəyirəm buradan gəlim ki, İmam Əli əleyhissalam orada bir sözdür ki, Fustu və Rabbul Kəbə. And olsun Kəbənin Rəbbinə ki, daha feyzə çatdım, rahat oldum. Yəni bu insanların saxta sevgi iddialarından xilas oldum. Bu insanların saxta dindarlıqlarından xilas oldum. Diqqət eləyin, İmam Əli əleyhissalamı orada götürdülər, İmam Həsən və İmam Hüseyn əleyhissalam bir qoluna girdi. İmam Həsən bir qoluna girdi. Gətirdilər evə. Evin qapısına çatanda imam dayandı. Dedi ki, qoyun öz ayaqlarımla evə girim. İstəmirəm Zeynəb məni bu cür nə görsün. Xanım Zeynəbin məni bu cür nə görməsini istəmirəm. Və təbib gətirdilər. Təbib orada dedi ki, qılıncda zəhər var idi. Bu Mövlanın dərdinə dərman, ağrılarını ancaq süd azalda bilər. Süd verin ki, zəhərin təsiri az olsun. Xəbər yayıldı Kufənin hər bir yerinə. Ki, İmam Əli əleyhissalamın dərmanı süddür. Bütün o Kufənin yetimləri əllərində camla gəldilər, dayandılar İmam Əli əleyhissalamın o qapısının yanında. Çünki ümidləri aradan gedirdi. Bilirdilər ki, İmam Əli əleyhissalamdan sonra heç kim onlara mərhəmət eləməyəcək. Onlarla maraqlanmayacaq. Onları bir kənara atacaq. Hələ İmam Əli əleyhissalamın vəsiyyəti də bu idi ki, sizə Allaha təqvalı olmağı tapşırıram. Sizə yetimləri tapşırıram. Qoymayın onlar bir gün ac, bir gün tox qalsınlar. Qoymayın onlar başlı başına qalsınlar. Onlara daim sahib çıxın. Amma İmam Həsən əleyhissalam çıxdı qapıya, gördü ki, nə qədər cəmaat var. Yığılıblar hamısı. Hamısına İmam Əli əleyhissalamın sözünü dedi ki, İmam əmr eləyir, İmam Əli əleyhissalam ki, gedəsiz hamınız özünüzə, dağılışasız. Əsbəğ ibn Nəbatə deyir ki, mənim ayağım gəlmədi gedim, dayandım. Çünki bilirdim ki, ağamın son anlarıdır, son günləridir. Getmək istədim, gedə bilmədim. Amma orada bir məsələ, bir hadisənin şahidi oldum. Ki, xəbər ki, yayılmışdı ki, Mövlaya süd lazımdır. Yetimlər əllərində süd gətirmişdilər. Və istəyirdilər ki, Mövlaya onların südü verilsin. Onların gətirdikləri kasədəki o süd imama təqdim olunsun. İmam Həsən əleyhissalam çıxdı ki, imam istəyir ki, o ayaqyalın yetim ki var, süd gətirib. Onun südünü istəyir. İmam Həsən əleyhissalam
O ayaqyalın yetimdən südü alanda soruşdu ki, sən nə əcəb ayaqlarında ayaqyalındır? Niyə çarığın yoxdur? Niyə ayaqla bir şey geyinməmsən? Amma Kufədə elə bir şey olmayıb ki, yetimlər himayəsiz olsun, onların hər bir zərurəti ödənməmiş olsun. İmam Əli əleyhissalam sizə yaxşı baxırdı. Niyə görə sən ayaq yalınsan? Dedi, getdim bazara, heç nəyim yox idi. Gördüm süd satan südü satır. Amma əvəzində bir şey istəyir. Dedim, mənim bir şeyim yoxdur sənə verməyə. Ancaq bu çarıqlarımı verə bilərəm ki, mənim ağamın südə ehtiyacı var, dərmanıdır. La ilahe illallah. Baxın, İmam Əli əleyhissalam orada fədakarlığı göstərir ki, insan bəzən əlində olanı verməklə, fədakarlıq göstərməklə Allahın və Əhl-i Beyt əleyhimussalamın nəzərinə daxil ola bilir. Diqqətinə daxil ola bilir. Əsbəq deyir, mən daxil oldum imamın yanına. İzin istədim ki, istəyirəm ağamı sonuncu dəfə görüm. Girdim, İmam Əli əleyhissalamı orada gördüm. Başladım əlindən öpməyə. Çünki ondan ayrılmaq mənim üçün çətin idi. O orada deyir, bir neçə də vəsiyyət elədi. O vəsiyyəti İmam Həsən əleyhissalam eləmişdi. O vəsiyyətdən biri bu idi ki, heç vaxt Qur'ana əməl eləməkdə qoymayın başqaları sözdən qabağa keçsin. Qonşularla daim mehriban olun. Qohumlara daim baş çəkin. Allah yolunda yaxşı işlər görün. Xidmət eləyin. Ardıcan buyurur ki, bir-birinizi bağışlamağı bacarın. Bir-biriniz üçün keçməyi bacarın. Və nəhi əz münkəri, əmr be mərufu, yəni yaxşı işlərə dəvət eləməyi və pis işlərdən çəkindirməyi heç vaxt kənara qoymayın. Çünki öz yaxınlarınızı, dostlarınızı yaxşı işlərə dəvət eləməsəz, bilin ki, başqaları gəlib sizin üzərinizdə hakim olar. Zalimlar gəlib sizin üzərinizdə hakim olar. Və nə qədər də dua eləsiniz, daha Allah sizin duanızı qəbul eləməz. İmam Əli əleyhissalam o sözləri ilə bizi öyrətmək istəyirdi ki, insanlar bir-birləri ilə mehriban olmalıdır. İnsanlar bir-birlərini xeyrə dəvət eləməlidir. Və İmam Əli əleyhissalamın barəsində istəyirəm Malik Əştərin bir sözü var. Onu deyim. Bilirsiniz də Malik nə qədər İmam Əli əleyhissalamı istəyirdi, sevirdi. Deyirdi ki, əgər imkanım olsaydı, Əli ibn Əbu Talibi elə bir dövrə aparardım ki, insanlar onun qədrini bilərdi. Öz dövründəki insanlar onun qədrini bilmədi. Çünki yeganə şəxsiyyətdir tarixdə bu sözü deyib və ondan sonra da ikinci bir şəxs yoxdur ki, o sözü desin və o iddianın arxasında dayansın ki, səluni qəblə ən təfqiduni. Məni itirməmişdən qabaq məndən soruşun. Mən göylərin yolunu yerin yollarından yaxşı tanıyıram. Nə istəyirsiniz məndən soruşun. Mən sizə öyrədim. Ya Ali. Və elə bir imamın şəhadətidir ki, bu gecə ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi səlləm özü ona göz yaşı töküb. Peyğəmbər ki, Ramazan ayı daxil olanda məşhur bir xütbəsi var. O xütbəni danışır, daha sonra baxır İmam Əli əleyhissalama ağlayır. İmam ondan soruşur ki, ya Rasulallah, niyə ağlayırsan? Deyir, bu ayda sənin saqqalıvı öz qanunla xınıya çəkərlər. Sənin saqqalıvı öz qanuva boyayarlar. İmam orada bir söz soruşur ki, ya Rasulallah, bu halda mənim dinim salamat olacaq. Deyir, bəli, sən və sənin dinin salamat olacaq. Və sözümü bunu ilə bitirmək istəyirəm ki, xoş bizim halımıza ki, biz İmam Əli əleyhissalamı tanıyırıq. Allah bizim mərifətimizi daha da artırsın ki, o imamı daha da çox tanıya bilək. Çünki onu tanıdıqca insan ona aşiq olur. Onu tanıdıqca insan başa düşür ki, Allah subhanahu və taala insanlığa nə boyda əzəmətli bir şəxsiyyət əta eləyib ki, biz ona şiyə olmaq istəyənləri. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, ya Ali, əntə və şiətuka humul faizunə yevməl qiyamə. Sən və sənin şiələrindir, qiyamət günündə feyzə satacaqlar.
Və bu gecə İmam Əli əleyhissalamdan ayrıldığımız gecələrdir. Qəlbimizə İmam Əli əleyhissalamın qəminin, qüssəsinin daxil olduğu gecələrdir. Və bunun qədrlə də bir əlaqəsi var. Bu gecə Samit-i Qur'anın nazil olan gecəsidir. Amma bu gecə Natiq-i Qur'anın ömrünü Qur'an ayələri ilə bizə praktiki yolla öyrətmiş bir şəxsin şəhadətidir. Baxın, Aramızdan Allah gedən Subhanahu və Teala bu gecə bizə öyrətmək istəyir ki, bu gecə Əlini zikr eləmək ibadətdir və Əlinin adı ilə mənim qapıma gəlsiniz. Bilin ki, hər bir istəkləriniz geri çevrilməz. Heç bir dualarınız rədd olunmaz. Allahın verirəm izzətinə, cəlalına. Allah İmam Əli əleyhissalamın hörmətinə bizim dualarımızı qəbul eləsin İlahi amin. və bizləri o həzrətə xatir Allah bu gecə günahlarımızı bağışlasın. İlahi amin. Çox sağ ol Hacı, Allah razı olsun. Hacı Teymur, sənə qurban olum. O səsindən bu gecənin bərəkəti süzülsün. Bu gecənin nəvazı gəlsin. Ya Allah. Əziz-i Mustafa Mola Əli Can, Əziz-i Mustafa Mola Əli Can, sənə canlar fəda Mola Əli Can, sənə canlar fəda Mola Əli Can. Əli, 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 Mola Əli Can. Əli, 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 Mola Əli Can. Sənin təkər kimin molası vardı? Özü bir gətirədi, dəryası vardı. O dəryada düri yekdası vardı. Yəqin gəncineyi mənası vardı. Düri bəhri bila Mola Əli Can, sənə canlar fəda Mola Əli Can. Əli, 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 Mola Əli Can. Əli, 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 Mola Əli Can. Əbu Leytam idin yar-ı yetim, atadan mehriban deryayı ihsan. Gəmində Küfə oldu Beytül Əfsan. Yetimlər qurdular Şam-ı qəriban. Hamı dildən nəva Mola Əli Can, sənə canlar fəda Mola Əli Can. Əli, 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 Mola Əli Can. Əli, 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 Mola Əli Can. Mübarək başına qılınc yarəsi var, qılınc deyib. Mübarək ağsaqqalı qırmızı qanına boyanıb. Balalar əyləşiblər dörəsində,
həmən gecələrdir. Nəinki İmam Həsən, İmam Hüseyin əleyhimüssəlam, nəinki Həzrəti Zeynəb, Həzrəti Gülsüm, bəlkə də Əli sevənlərin hamısının bu gecə yetim qalan gecəsidir. Qan dolan gözlər və qurban, qan dolan gözlər və qurban, olacam, olacam. İmam-ı Həsən ağa gördü, hərdən o qan dolan gözlərini açır, baxır ətrafına. Dilə gəldi, dedi ata, elə bil kimisə axtarırsan, əzizlərin yanındadır, balaların yanındadır, kimi gəzirsən. Axır dəqiqələrdir, Əli əleyhissalam dilə gəldi, dedi bala, elə ürəyim isidir, Anon Zəhra da burada olaydı. Bilirsən niyə? Çünki mən döyüşlərdə yaralanda yaralarımı bağlayardı. Ürəyim isir bir yolda gələ başımın yarəsin bağlayar. Dedi Zəhracan, sən can verəndə mən əyləşmişdim başımın üstündə. İndi növbə sənindir, sən can verəndə mən əyləşmişdim. Ağlamağım səni narahat eləyirdi Zəhracan. Hanım Zəhra can verəndə Əmir əleyhissalam əyləşib başının üstündə. Hanım Zəhra dilə gəldi, dedi Əli, qolumun qabırğamın ağrısı bir yana, ya İmam Zaman, bədənimin ağrısı bir yana, can verməyim bir yana. Ağlamalıdır ya Əli, amma sənin ağlamağın bir yana. Ağlama əmrami, ağlama ya. Hər nədən artıq gözün yaşı azaldır ömrümü. Ağlayanda alemin derdi olur dilde nihal. Əmoğlu doymadın sen, doymadım balalarınla. 9 il senle bu evde çok sefalar görmüşüm. Ne uşaqlardan doyup ne doymuşam senden inan. Hacı Mehdi Əzizim, Seyyid Ağa, mən bu rozəni hazırlayanda bu cümləyə ağladım, ürəyim yandı. Əmoğlu, 18 yaşında bir xanım, Əlidən bir yol bir şey istəməyib, əziyyət verməyib, amma görmədi. Əmoğlu, gər əziyyət eylədi, gər əziyyət eylədim, Tahaya xatir əfv elə. Yaxşı həyat yoldaşı, yaxşı ana olmadım şahidinə. Aləmlər sənə qurban. Can yar, can yar. Mən uşaqları Xuda ilə sənə tapşırmışam. Əlican. Mən uşaqları Xuda ilə sənə tapşırmışam. Day anasız diyorlar, koyma dağılsın Gülsütan. Her gece anadı da, her gece su koy Hüseyin'in başının üzerine.
Geceler çok susuzlur, tiflenge xildaşyanəm oğlu. Balalarımı sənə tapşırıb gedirəm. Hemen balalar bu gece el ağlayırlar. Hamıdan da çok ağlayan Zeynep. Eli kimi ata dünyadan kötü. Xüsusən qız uşağın ataya məhəbbəti var. Bu öz yerində, amma Əli kimi ata, Zeynəb kimi qız. Elə ağlayır. İmam Həsən, İmam Hüseyin aram eləyirlər. Elə bir canın tapşıracaq ha. Əlinin cənazəsinin üstündə. 200 beytdə bundan oxuyayım inşallah, sözüm tamam. İltiması dua varım daha inşallah hamımızda. Dilə gəldi İmam Həsən, İmam Hüseyin. İstəyirlər ki, ürəyin ələ alalar. Bazı çox ağlama. Səbr elə axir bacıcan. Az ağla, az ağla. Etmə belə ah-o fəğan. Az ağla Zeynəb, az ağla ya. Qəlbin olur tiri qəmə, nişanə, nişanə. Gəlmə bunu ilə dəxi, fəğanə, fəğanə. Göz yaşımı etmə gözə, rəvanə, rəvanə. Olma bu qədri nigaran, az ağla, az ağla. Səbr elə axir bacıcan, az ağla, az ağla. Bacı, qədri də qədrün yetişib, zəvali, zəvali. Allahu Ekber, sözə baxın. Qədri də qədrün yetişib, zəvali, zəvali. Qəbrə gedib Fatimə tək yaralı, yaralı. Qaldı nihan sinədə çox məlali, məlali. Eyləmədi dərdinə yan, az ağla, az ağla ya. Sən elə axir bacıcan, az ağla, az ağla ya. Etmə belə ah-o fəğan, az ağla, az ağla. Çox sağ ol Hacı. Allah razı olsun. Allah səs və ömrü və bərəkət versin. Hacı gözəl səsi ilə, gözəl zikri ilə bizi həm Əlinin qapısına apardı, həm cavan, nakam nənənin qapısına apardı. Bizi Bəqiyyə apardı. Bizi Əlinin öz evinə apardı. İstər Mədinədəki evi, istər Kufədəki evi. Təşəkkür edirəm ta namaz üstə Əlinin dəydi xəncər başına. Fatimə cənnətdə saldı qarə məcər başına. Mən dəyərli hər iki ustadıma özlərinin təşəkkürümü bildirim. Hacı Heydər ağa, çox sağ olun. Hacı Teymur, çox sağ olun. Allah razı olsun. Allah var eləsin. Dəyərli izləyicilərim, bugünə ayrılan vaxtımız bu dəqiqədə elə sona yetir. Mən elə sabah bu vaxta qədər sizlərdən ayrılıram. Yenə də sabah İrs Media olaraq bir ay bir ömür adlı verilişimizlə qismət olarsa yenə də evlərinizin qonağıyıq. Dua gecəsi, mərhəmət gecəsi, rəhmət gecəsi. Bir neçə saatdan sonraki biki Allahlar başlayar. Bizləri dua etməyi unutmayın. Sağ olun, salamat qalın.